Salam hörmətli dinləyicilər. Bugünkü mövzumuz zərərli proqramlar haqqındadır. Viruslar, troyanlar, ransomware və bunların fərqləri haqqında məlumatlı olmaq istəyirsinizsə yaxın oturun. Zərərli proqram nədir? Zərərli proqram, yəni malware, istifadəçinin razılığı olmadan kompüter sisteminə daxil olaraq orada zərərli fəaliyyət göstərən proqramlardır. Onlar məlumatları oğurlaya, sistemin işləməsinə mane ola, kompüterləri sıradan çıxara və digər ziyanverici təsirləri göstərə bilərlər. Bu proqramlar gizli şəkildə işləyir və istifadəçilər üçün çox vaxt görünməz olur. Buna görə də onların aşkarlanması çətin ola bilər. Zərərli proqramların növləri hansılardır? Gəlin bəzilərinə fikir verək. Viruslar özünü başqa fayllara yapışdıraraq yayılır və sistemə zərər vurur. Troyanlar faydalı proqram kimi görünür, amma arxa planda zərərli fəaliyyət göstərir. Spyware istifadəçi məlumatlarını gizli şəkildə toplayır və üçüncü tərəfə ötürür. Wormlar, soxulcanlar şəbəkə vasitəsilə sürətlə yayılır və özünü çoxaldır. Ransomware faylları şifrələyərək istifadəçilərdən pul tələb edir. Gəlin viruslarla yaxından tanış olaq. Viruslar özlərini digər fayllara və proqramlara yapışdıraraq çoxalır. Aktiv olması üçün istifadəçinin əməli lazımdır. Məsələn, viruslu faylı açmaq kimi. Viruslar adətən elektron poçt əlavələri və infeksiyalı proqramlar vasitəsilə yayılır. İndi isə troyanlara, yəni Trojan Horse-a detallı nəzər salaq. Trojanlar faydalı və təhlükəsiz proqram kimi görünə bilər, amma arxa planda istifadəçiyə zərər verən fəaliyyət göstərir. Onlar sistemə arxa qapı açaraq hücumçulara uzaqdan nəzarət imkanı yaradır. Troyanların aşkarlanması çətindir, çünki onlar antivirus proqramlarından gizlənməyə çalışırlar və istifadəçinin bilmədən yükləməsi nəticəsində işləyirlər. Virus və troyanların fərqləri nələrdir? Xüsusiyyətləri. Virusun yayılma xüsusiyyəti özünü kopyalayaraq yayır. Troyan isə özünü yaymır, istifadəçi onu yükləyir. Virusun forması ondan ibarətdir ki, o əlavə olunan bir koddur. Troyan isə tam bir proqram kimi görünür. Virusun aktivliyi özünü istifadəçi və sistemin hadisəsi ilə göstərir. Amma virus isə qurulduğu anda fəaliyyətə başlayır. Virusun məqsədi sistemi pozmaq və yayılmaqdır. Troyanın məqsədi isə arxa qapı açmaq və nəzarət etməkdir. Zərərli proqramların yayılma yolları hansılardır? Elektron poçt vasitəsilə gələn yoluxmuş əlavələr və fayllar. İstifadəçilər bu əlavələri açdıqda virus yayılır. Sosial mühəndislik, insanların aldanması ilə zərərli proqramların yüklənməsi, pirat və naməlum mənbələrdən proqram yükləmək. Bəzən bu proqramlar zərərli ola bilir. Sistem və proqram zəifliklərindən istifadə edən hücumlar. Bəs bu sadalanan yayılma yollarından necə müdafiə oluna bilərik? Antivirus və anti-malware proqramları kompüterdə zərərli proqramların aşkarlanması və təmizlənməsi üçün əsas vasitələrdən biridir. Əməliyyat sistemi və proqramların müntəzəm güncəllənməsi, zəifliklərin aradan qaldırılması üçün çox vacibdir. Naməlum və etibarsız mənbələrdən proqram yükləməmək riski xeyli azaldır. Elektron poçt əlavələrinə diqqətlə yanaşmaq, bilinməyən göndəricilərdən gələn faylları açmamaq təhlükəsizliyi artırır. Nəticə, zərərli proqramlar fərqli növlərə malikdir və hər biri unikal təhlükə yaradırlar. Viruslar və troyanlar fərqli şəkildə fəaliyyət göstərirlər. Effektiv müdafiə üçün texniki və istifadəçi səviyyəsində tədbirlərin görülməsi çox vacibdir. Diqqətinizə görə təşəkkür edirik.